Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bundan əvvəlki video çəkişlərdə yaxud videoroliklərdə TikTok sosial platformasında yaxud digərlərində, həmçinin Instagramda, əksərən TikTokda daha çox qlobal xəstəlik kimi yayılıb. Saat 12:01 oldu. O mumdar göbələklər olur, baş qaldıran kimi. Canlıların biri qəpikdəndir. Boş. Canlı aç biri yatır, canlı aç biri gəzir. Kül sənin başa, sənin boy bir yerə soxum. Bu yoxdur bir qohum əqraban deyək ki, Allahın bədbəxti. Şərəfsiz, bəs də yetər. O dərəcə bir iyrənc tipdə məxluqlar da var ki, həmçinin soyunu töküb efir qabağında izləyici, bəzi kütbeyinlər də, tufoylar da ailəsinin uşağının pulunu aparıb belə fahişələrə xərcləyir. Hələ ənsəsində bir ki, sən şərəfsizsən, boyun yoğunsan deyərəm. El arasında nə qədər doğru səslənsən, açılır bir havada deyirsən, peysərsən. Çünki övladın puluna fahişə xərcləyən bir adı budur. Çalışın bu tipli insanlardan qəti şəkildə uzaq olun. Çünki onlar daima olaraq mənfilərə qaçan və xırda 1-2 dəqiqəlik kefdən yaranan axmaq insanlardır. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verə bilərlər.